Müəllimlər üçün Notebook Elm süni intellekt aləti artıq rəqəmsal məktəb platformasına yerləşdirilib. Bu alət Google hesabı daxilində yerləşir və müəllimlər üçün çox faydalıdır. Onu dərsin müxtəlif mərhələlərində rahatlıqla istifadə etmək mümkündür. Nümunə olaraq coğrafiya fənnindən 8-ci sinif üçün atmosferin quruluşu mövzusunu götürək. Əgər mövzu ilə bağlı əvvəlcədən hazırlanan sənədiniz varsa, bu sənədi istifadə edərək müxtəlif dərs materialları hazırlaya bilərsiniz. Bunun üçün ilk olaraq Notebook Elm platformasına daxil oluruq. Sonra yeni bir bloknot, yəni qeyd bölməsi yaradırıq. Daha sonra hazır sənədi cihazımızdan yüklüyürük. Sənəd yükləndikdən sonra süni intellekt avtomatik olaraq mövzu üzrə qısa və aydın xülasə təqdim edir. Bundan yanaşı alət bizə dərsdə istifadə edə biləcəyimiz müxtəlif resurslar da hazırlayır. Şagirdlər audio xülasə vasitəsilə mövzunu dinləyə bilərlər. Bu, xüsusilə dinləyərək öyrənən şagirdlər üçün çox faydalıdır. Bugün sizə yer atmosferinin quruluşu və onun nə üçün bu qədər əhəmiyyətli olması barədə ən vacib məlumatların qısa xülasəsini təqdim edirəm. Slayd dəstə avtomatik olaraq təqdimat formasında hazırlanır. Bu təqdimatda mövzu vizuallar vasitəsilə izah olunur və şagirdlərin daha yaxşı başa düşməsinə kömək edir. Video icmal bölməsi isə mövzu ilə bağlı qısa video material təqdim edir. Salamlar, gəlin bugün birgə çox maraqlı bir səyahətə çıxaq. Planetimizi canlı saxlayan, amma çox vaxt heç fərqinə belə varmadığımız görünməz bir qalxana. Zehin xəritəsi mövzunun əsas anlayışlarını və strukturunu vizual şəkildə göstərir. Bu, məlumatların daha sistemli öyrənilməsinə kömək edir. Hesabatlar bölməsində müəllimlər mövzuya uyğun müxtəlif mətnlər və materiallar hazırlaya bilərlər. Öyrədici kartlar şagirdlərin mövzunu daha yaxşı mənimsəməsi üçün istifadə olunur. Onlar təkrar və yadda saxlamaq üçün çox faydalıdır. Quiz bölməsi vasitəsilə müxtəlif səviyyələrdə test sualları hazırlamaq mümkündür. Şagird səhv cavab verdikdə düzgün cavabın izahı da göstərilir. İnfoqrafika mövzunu vizual şəkildə izah edir və dərsi daha maraqlı edir. Data cədvəli isə mövzu ilə bağlı məlumatları, məsələn, atmosfer qatlarını və onların xüsusiyyətlərini cədvəl şəklində təqdim edir. Qeyd edək ki, bu resursların hamısı müəllimlər tərəfindən dərsin daha effektiv və maraqlı keçməsi üçün istifadə oluna bilər.